Bütün fəsillər gözəldir. Təbiətin bütün gözəlliklərini bizə yazıçılar, rəssamlar, rejissorlar artıq göstəriblər. Amma bu gözəllikləri səs vasitəsilə ən güclü şəkildə göstərə biləcək bizə bircə insan olub. Söhbət Antonio Vivaldi'dən gedir. Onun 4 fəsil silsiləsi təbiətin musiqi ilə danışdığı ilk səsdir. Yazın sevinci, payızın sükutu, qışın azğın küləkləri hamısı ondadır, Vivaldi'də. Amma həyat ona qarşı ədalətli olmadı. Antonio Vivaldi 63 yaşında dünyanı yoxsulluq içində tərk elədi. Onun musiqisi 200 il səssiz qaldı. Təsəvvür edirsiniz, Mozart, Tchaikovsky onun haqqında heç nə bilmirdilər. 1930-cu illərdə Venesiyada San Carlo monastırında tozlu qutularda onun partituraları tapıldı və dünya yenidən öz fəsillərinə qovuşdu. Vivaldi'nin 500-dən çox konserti var. O deyirdi, mən notları elə surətli yazıram ki, onu köçürənlər belə çatdıra bilmir. Bu sadəcə istedad deyildi. Bu o dövr üçün hələ icad olunmamış kompüter beyni idi. Əgər Bach formanın dahisi idisə, Vivaldi enerjinin dahisi idi. O musiqini ritmə, ritmi isə hissə çevirə bildi. Beatles'dan tutmuş Deep Purple'a, hətta pop musiqiyə qədər onun melodiyalarından ilham alan saysız-hesabsız sənətkarlar var. Elton John bir dəfə demişdi, əgər Vivaldi olmasaydı, biz klassikanı rock kimi hiss etməzdik. Vivaldi klassik musiqinin ürək döyüntüsüdür. Onu dinləmək, yəni bütün fəsilləri dinləmək deməkdir. Antonio Vivaldi'ni dinləmək mütləq lazımdır.